Salamlar. Bu videoda mən sizə onurğalı heyvanların göz qapaqlarından danışmaq istəyirəm. Xüsusilə də abituriyentlərə bunlarla bağlı sual düşür. Onurğalı heyvanlardan, balıqlardan başlasaq, balıqlar suda yaşayır və gözlərini qırpmağa ehtiyac yoxdur. Ona görə onların göz qapaqları olmur, sıfır. Amfibilər, sürünənlər və quşlar. Bunların hər gözündə 3 göz qapağı, toplam 6 göz qapağı götürəcəksiniz. Əslində 4 göz qapağı, 2 qırpma pərdəsi var. Xüsusilə testlərə düşdüyü zaman quşların qırpma pərdəsinin sayı hər gözündə 1 dənədir, toplam 2 qırpma pərdəsi olur. Məməlilərə gəldikdə isə məməlilərdə göz qapağının sayı hər gözdə 2 dənədir, toplam 4 göz qapağı olur. İnsanda 3-cü göz qapağı rudiment halındadır. Baxın, bura baxsanız, evdə gözünüzə baxsanız, qırpma pərdəsini, 3-cü göz qapağını rudiment halda görmüş olacaqsınız. Həmişəki kimi videonu bir sual ilə qapatmaq istəyirəm. Sürünənlərin hansı nümayəndəsində göz qapaqlarının sayını 0 götürərik?